Hamı deyir akşamınız xeyir. Mən də deyirəm ki, üzünüzü açılan bütün sabahlar xeyir. Hər bir qaranlıq gecənin bir işıqlı gündüzü var. O işıqlı gündüz hər birimizin həyatımızdır. Mən üçün bayaqları fikir verirəm, neçə saatlı danışırıq. Yadıma Allah rəhmət eləsin ölənlərimizin hamısına, yəni tələbə yoldaşlarımızı nəzərdə tuturam. Mübariz Abdullayev deyirdi ki, riyaziyyat müəllimi sinifdən gec çıxanda deyirlər ki, müəllim çaşırdı. Yəni zəng vurulub, riyaziyyat müəllimi hələ sinifdədir. Müəllim çaşırdı. Ədəbiyyat müəllimi gec çıxanda deyirlər, müəllim coşubdur. Mən indi fikir verirəm ki, maşallah, hamı coşubdur, hamı danışmaq istəyir, hamı ürək sözünü demək istəyir və danışdıqca da həvəsə gəlirsən. Bəri başdan deyim, ola bilər mən kövrələrəm. Kövrəlik danışım. Ümumiyyətlə danışmaq qabiliyyətim ədəbiyyatçı olsam da məclislərdə danışmaq qabiliyyətim olmuyubdu əvvəllər. Amma indi maşallah özümə deyim ki, danışmağa başlamışam. Mən Qərbi Azərbaycanın Dərəli Əzmahanın Qovuşur kəndində Cəfər Cabbarlı deyirdi, şuşları bulutlarla döyüşən, dağlarında buzları var döyüşən. Bax, elə bir məkanda doğulmuşam ki, doğrudan doğruda dağların şiş ucları bulutlarla görüşürdü və bu günləri oradan ötəri burnumun ucu göynüyür. Allah qovuştursun inşallah. Kəndimizin adı qovuşubdur, yollar, 7-8 kəndin yolu orada qovuşurdu, 7-8 çay gəlirdi kəndin ortasında birləşirdi. Və mən fikirləşirəm ki, inşallah həmin o qovuşuq biz insanları da qovuşturacaqdır. Mən ən böyük vəzifəm müəllim olubdur. Müəllimlikdən böyük vəzifəm olmuşdur. Amma ömrümün belə deyək də bu son vaxtlarında təzə Qərbi Azərbaycan icmasının sədri, nə bilim, Qadınlar Şurasının sədri və sair vəzifələr ictimai əsaslar üzrə hal-hazırda aparıram. Və ümid edirəm ki, doğrudan da gün olacaqdır, biz Zəngəzur dəhlizini açıb dərələyizimizə qovuşacaq. Çox ümid edirəm inşallah. Tələbəlik nədir bizim üçün? Hər birimizin ürəyində ölənə qədər olacaq, yaşayacaq bir bahardır. Bir sevincdir, bir duyğudur. Biz tələbəlik deyəndə, sizin hamınız ədəbiyyatçısınız, filoloqsuz, hamınızın ürəyindən xoş sözlər, gözəl sözlər süzülüb töküləbilir. Və mən belə fikirləşirəm ki, həmişə insan ömür mərhələlərdə uşaqlığı, gəncliyi, qocalığı, mən qocalıqda belə fikirləşirəm ki, tələbə ruhunu yadımıza salan həmişə gəncləşirik, cavanlaşırıq. Və bu günlərdə mən özümü, İradə xanımın, o birislərin dediyi kimi çox gənc hiss eləyirəm və fikirləşirəm ki, mən elə həmişə belə gənc olmuşam, heç qocalmamışam, qocalmayacam da. Elədir. İnşallah, eləcə də sizlər. Həmişə yaşım yol qalılasınız. Çox sağ olun, çox sağ olun. Qadının daşıdığı bir neçə şərəfli adlar var. Qadın, evinin qadını xanımıdır və mən bu xanım olmuşam. Qadın anadır və bu ana səadəti də mənə nəsib olub. Nənədir, o ayrı. İndicə də mənə nəvəm oxuyub, bayaq kimi dedi ki, nə qədər elədim, qızım oxumadı. Yox, nəvəm. Nəvəm nə qədər elədim, 5-ci sinifə qədər əlaçı sonra oxumadı. İndicə mənə göndəribdi ki, Türkiyə qəbul olubdur. O sevinci indi mən yaşadım. Təbrik edirik, təbrik. Çox sağ olun. Və bir şey də sizinlə bölüşmək istəyirəm. Bu gün mənim çox üzr istəyirəm. Əksəriyyəti burada böyük, bəlkə yaşlar məndən böyükdür, bəlkə yaşıddır. Yəni məndən kiçiyi yoxdur. Çünki 59-da qutarıb girmişəm, 59-dan aşağı burada heç kəs yoxdur. Hamı ya yuxarıdır, ya da 59-dur. Ona görə bəri başdan üzr istəyirəm. Bu gün mənim həm də toy günüm. 4. Çox mübarək. Mənim sevincimin hamısıdır, sizinlə görüşüm, hamısı bugün birləşib, mənim ürəyimdə bir toy busat qurubdur. Və sizi gördüyüm üçün də
də çox sevincliyəm. İnşallah yoldaşlarımın fikrinə qatılıram. Allah qoysa, Allah deyən olsa, axırıncı olmasın, axarıncı olsun və biz yeni illərdə görüşək. Biz qrupumuzla o neçə ildir, 5-6 ildir görüşürük. Qrup yoldaşlarımızla görüşürük, hər ildə bir rayonda gedib istirahət edirik. Çözülür, gəlirik. Amma bəzilərinə mən zəng eləmişəm. Deyirəm, qrup yoldaşlarımızla görüşürsünüz, deyirlər, yox, görüşmür. Deyirəm, nətən idi? Bəs ürəyiniz atmır onları görməyə, nə bilməyib? Belə filan biri deyir, ora ağrıyır, biri deyir, bura ağrıyır, biri deyir, filan işim var, biri deyir, filan iş görməliyəm. Deyirəm, mən yoldaşlarımı görmüşəm, mən bütün yoldaşlarımın evinə qədər getmişik, birbirimizin xeyirdə, şərində iştirak eləmişik, görmüşük. Amma mən digərlərini görmək üçün bu yaşımda ürəyim atılır. Çox üzr istəyirəm, toyu olan təzə gəlin ki, ürəyim küp oluyur ki, gedəcəyəm mən tələbə yoldaşlarımı görəcəyəm. Və o tələbə yoldaşlarımı ki, onlarla 4 il bir mərtəbəni, bir otağı, bir pilləkəni, bir binanı bölüşmüşük. Bir havadan nəfəs almışıq. Azlığımız bəziləri ilə bir yer olub, toplumumuz bəziləri ilə bir yer olub. Dərdimizi, sərimizi bölüşmüşük və həmin tələbə yoldaşlarımızı görəcəyik. Nə bilim, bilmirəm. Allah hər kəsə ürəyinə görür. Amin. Amin.